Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Necəsiniz, nə var, nə yox? Üzürlü sayın, 1-2 gündür bizim çəkilişlərimiz olmurdu, yəni müəyyən səbəblərə görə. İnşallah yenə də fəaliyyətdəyik, gəlmişik çəkilişimizə. Evimiz 2,3 sotun içində 4 otaqlı, 9 daş kürsülü, bax görürsünüz, bax, suyu, qazı, işığı, kupçası, evimizin zirzəmisi, bütün otaqların altını gəzmək olur. 128 nömrəli məktəbin yanında, əziz izləyicilərimiz, 128 nömrəli məktəbin yanında, Kirov qurğunda. Əsas yoldan bir 300 metr, 250 metr məsafədə və çıxdın 2 dəqiqəyə məktəbdəsən. Yəni elə bir evdir. Qoşadaşla, kəmərlə, bünövrə ilə inşa olunan evdir. Hal-hazırda göstərirəm sizə evimizin dəhlizini. Dəhlizin sağ tərəfində yerləşir bizim mətbəx otağımız. Mətbəximiz olduqca genişdir. Özü bu evin otaqları, aurası həqiqətən otaqlarımız genişdir. Aurası da adamın ürəyini açır da, belə deyək. Mətbəxi göstəririk sizə. Mətbəx otağı ilə çıxacaq mətbəx otağından üzbəüz yerləşir bizim hara? Qonaq otağımız. Qonaq otağımız olduqca genişdir. Göstərirəm. Divar kağızlarından tutmuş. Evdə işlənilən bütün materiallar hamısı keyfiyyətlidir. Bir dənə sözü deyim sizə. Bu evin qiyməti bizim səhifədə var, bu evin çəkilişi. Bu evin qiyməti endirilib. Sizin qarşınıza belə geciksəm də video çəkməyə endirimli qiymətlə gəlmişəm. Bu bizim balaca balalarımızın otağıdır. Uşaq yataq otağıdır. Çəkib göstərirəm sizə. Uşaq yataq otağının yanında yerləşir bizim valideyn otağımız. 2 dənə də valideyn otağımız var. Evimiz 4 otaq, 130 kvadratdan ibarətdir. Evimizin tikintisinə söhbət yoxdur. Bu evə gəlib baxanda ustovuzla gəlin. Bu da evimizin 4-cü otağıdır, göstərirəm sizə. Baxın. 4-cü otağında yanında yerləşir bizim hamam otağımız. Hamam otağında görürsünüz, hamam aksesuarlarını kombidə qiymətin daxilində yığılıb sizə təhvil veriləcək, əziz izləyicilərimiz. Bir dənə sizinlə söhbət eləmək istəyirəm. Video biraz uzun oldu. Üzürlü sayın. Deməli necə? Mən öz səhifəmi girib baxıram, görürəm ki, bizim səhifədə videoları şikayət edirsiniz. Yəni, bu çörəyi siz yeyə bilməzsiniz. Yəni, girirsiniz, şikayət edirsiniz, nə bilim, rapor edirsiniz. O bildiriş mənə gəlir. Siz elə bilməyin ki, mənə gəlmir. Sadəcə, biraz, yəni, qurban olma Allaha, ruzunu verən Allahdır. Biraz yaşayışımızı düzgün yaşayaq da. Yəni, girib şikayət eləməklə, rapor eləməklə sizin əlinizə heç nə keçməyəcək. Bu evimizin də qiyməti endirimli qiymətdir. 97 mindən endirilib 87 minə. 90 mindən endirilib 87 minə. Sənədimiz kupçadır. Torpağın kupçası ilə də əziz izləyicilərimiz. Evimizə də almaq mümkündür kupça. Real alıcıya endirim olunacaq. Kombi hamam aksesuarları qiymətin daxilində quraşdırılıb sizə təhvil veriləcək. Səhifədə göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Səhifəmizə də takib atın, bəyənin videonu, bir də qayd edin. Sağ olun bu günə, bu qədər, çox sağ olun.